34 yaşında general olub, 32 orden medalı var. Elçin Quliyevin adı Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. O, hərbçilərə xas olan dəmir intizamı ilə seçilir. Elçin Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1984-1988-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə təhsil alıb. Gənc zabit Quliyev 1988-1992-ci illərdə Sovet ordusunun tərkibində Polşada xidmət edib. 1992-ci ildən Azərbaycan ordusunun sıralarında xidmət etməyə başlayıb. 1992-1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət edib. Elçin Quliyev 27 mart 2001-ci ildə Milli Təhlükəsizlik Nazirinin müavini, sərhəd qoşunlarının komandanı təyin olunub. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə general-mayor hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2002-ci il tarixli fərmanı ilə Elçin Quliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin müavini, sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı təyin olunub. Elçin Quliyevə 2003-cü ildə general-leytenant, 2014-cü ildə general-polkovnik hərbi rütbəsi verilib. 58 yaşlı general müxtəlif illərdə 32 orden və medalla təltif olunub. Bu siyahıya Zəfər ordeni, Azərbaycan bayrağı ordeni, Rəşadət ordeni, vətənə xidmətə görə ordeni kimi nüfuzlu təltiflər daxildir. Tabeliyində olan əskər və zabitlər general-polkovnik Quliyevi qayğıkeş komandir kimi xarakterizə edirlər.